Allah hamıya salam olsun, hörmətli bizim izləyicilərimiz. Biz Novxandayıq. Mən düzü çox bağlar, evlər görmüşəm, amma belə xoşa gələnin olmuyor. Çox belə köhnə Novxandayıq biz. Dənizə çox yaxın bir məsafə edirik. 200 metr Novxanı dənizinə yaxın bir yerdə bax belə köhnə bir tikili var, hovuzlu zad bax belə. Burada əl gəzdirmək lazım. Bax gördüyünüz bu ərazi 30 sotdur. İki tərəfli yollandı. Bax gördüyünüz o evdə bu. Gördünüz böyük evdə. Bura məxsusdur. İndi mən bunu burada da belə bir evlər var. Bax çoxdan evləridir bunlar. Lap çoxdanın. Bilmirəm hardan başlayım, hardan qutarım. Hörmətli izləyicilər, bunun qiyməti demirəm. Qiymətə ötürü zəng eləməlisiniz mənə. Şimdi bax görürsüz bax belə bir möhtəşəm bir bağdır. Bax görürsüz. Bax burası da bunun yoldur. Bax belə. Bax belə bir həyətdir. Çox möhtəşəm bir bağdır. Çox möhtəşəm bir bağdır. Bax belə çox gözəl bir evdir. Burada nələr iş görülüb, nə arıblar bilmirəm, çox ağır ki əsl bağdır. Bax yenə təkrar 30 sotdur, 2 tərəfli yollandı. Qiymətini inşallah zəng eləyərsiniz deyərəm. Nömrəm göstərəcəyəm orada. Bax belə. Bax bu evdə, bu böyük evdə bax belə apartmandır da bu. Bu bura məxsusdur. Bax görürsünüz bu evdə bura məxsusdur. Bax bunu da təmir eləmək olar, istifadə eləmək olar. Bax belə. Qiymət özüm demədim, ağsaqqal dedim. Zəng eləyərlər də qiymət özüm demədim. Çünki 30 sot, sənətdə 30 sotda, çıxarışda 30 sotdur. Tam mülkiyyətdir. Su var görəsən burada. Bəli, buradan içməyə sudur, orada atacağım. Bəh, özünüz. Gözəl, gözəl. Bu əsl bağdır da qarar. Bax, bir bəyin bağıdır. Bir bəyin görürsünüz nə qədər burada meyvə ağacları var. Düzdür, bunları sulayan yoxdur, baxan yoxdur, belə. Bax bu öz sahibini axtarır, hörmətli izləyicilər. Çox xahiş edirəm. Kanalımıza abunə olun, paylaşın ki, bu bağ satılsın, heyfdir. Yəqin ki bu evin sahibi də kasıb adam olmaz, amma bu ağaçlara görə mən sizdən paylaşmağı xahiş edirəm ki, bu ağaçlara xidmət eləmək lazımdır, qulluq eləmək lazımdır. Bax görürsünüz nə qədər gözəl bir ev olub bu zamanında. Yəni bu ağaçlara şirin suyu da var, belə adi su çəkilib bu həyətə. Bax belə. Bu bağ istəyən, bağban istəyən bizə zəng eləsin. Çox gözəl bağdır. İnanın ki burada o qədər hava sərindir. Möhtəşəm bir yerdir. Zənglərinizi gözləyirik, çox xahiş edirəm. Sağ olun.